Bu videoda sizə 10 illik manifest hekayəmdən danışacağım. Deməli, təxminən 10 il müddətində hazırda həyatında oturduğum kompleksin hər dəfə yanından keçəndə burada yaşamağı manifest edirdim, xəyal edirdim, hisslərlə yaşamağa çalışırdım. Təbii ki, 10 il müddətində bu arzum reallaşmadı, amma həyat məni tamam başqa yerlərə apardı. 10 ildən sonra elə oldu ki, hazırda işlədiyim şirkətin ofisi məhz bu kompleksin daxilində yerləşdi və mən dolayı yolla bura gəlmiş oldum. Kompleksə daxil olduğum ilk andan etibarən o xəyallar və gerçəkliklə qarşılaşdım sanki. Və bu videonu çəkməkdə məqsədim ondan ibarətdir ki, əslində bizi yaradan Allah bizdən də gözəl bilir. Bizə nəyin yaxşı, nəyin pis olacağını. Bəzən biz bəzi şeyləri arzuluyuruq, israr edirik, inadla o arzumuzdan əl çəkmirik. Amma necə ki bir ana övladını hamıdan yaxşı tanıyır, eləcə də bizi yaradan Allah da bizi hər kəsdən daha yaxşı bilir. O bizim ruhiyyəmizi bilir. Və mən bura gəlib getdiyim müddətdə başa düşdüm ki, ümumiyyətlə mənim ruhiyyəm heç bura uyğun deyil və mən 10 il müddətində bir şey arzulamışam. Allah mənə ondan qat-qat daha gözəlini və tam mənə uyğun olan şeyi nəsib edib, qismət edib. Bəzən arzularımızda israr edirik, olmadı deyirik, amma olmadı deyil, daha yaxşısı oldu. Sadəcə işarələri izləmək, oxuya bilmək, görə bilmək. Çünki hər yerdən insana mesajlar gəlir. Əgər fərqindəsənsə, işarələri izləyirsənsə, Allah səninlə danışır. Sən bir şey istəyərkən, o sənin üçün qat-qat daha gözəlini istəyir və səni o yaratdığı üçün sənin arzuladığından da daha gözəlini o sənə arzuluyur və qismət edir.